Lənkəranda keçirilən 5-ci Yaşat yay düşərgəsinin 6-cı həftəsi bağlanış proqramı ilə yekunlaşıb. Düşərgə müddətində müxtəlif təlim və ustad dərslərinə qatılan iştirakçılar son günü də maraqlı və əyləncəli keçirib. Düşərgənin son günündə iştirakçılar əvvəlcə parkur zonasında öz bacarıqlarını sınayıblar. İlk dəfə bu attraksiyona qoşulan uşaqlar həm həyəcan, həm də sevinç hisslərini bölüşüblər. Biz bugün çox həyəcanlıyıq, çünki həm son gün həyəcanı, həm də parkurun həyəcanıdır. Çünki hamımız bugün ilk dəfə minirik. Mən bu parkura minirəm, çünki həm həyəcanlıyam, həm ilk səfərimdir, həm də bura son günümdür, çox həvəsliyəm. Parkurdan sonra proqram Abadın təşkil etdiyi floristika üzrə ustad dərsləri ilə davam edib. Uşaqlar burada gül kompozisiyaları hazırlayaraq yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Bu günləri floristika üzrə biz kompozisiya yığacağıq və onlar bu əl işlərini özləri əllə düzəldəcəklər və öz analarına, yaxud dostlarına, rəfiqələrinə hədiyyə eləyə biləcəklər.